Değerli dostlar, əziz izləyicilərimiz, 17 aprel 2025-ci il hal-hazırda Hindak qəsəbəsində xüsusi təyinatların qəhrəman döyüşçüsü, şəhidi Gizir Dilsuz Məmmədoğlu Qarayevin ocağındayım. Bugün bir əlamətlər bir gündür. Hər il olduğu kimi istədim ki, gələm bu günləri Dilsuzun yaşadığı ocaqda bir ailə üzvlərini ziyarət edəm. 1990-cı ildə dekabrın 23-də anadan olan Dilsuz Qarayev 2013-cü ilin aprel ayının 17-sində məhz bugünkü gündə Dilsuzun toy günüdür. Bugünkü gündə gəldim ananı ziyarət etməyə. Ana, Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bir iki kəlmə. Allah köməyiniz olsun, başkanım. Bugünkü gündə Dilsuzun toy günüdür. Çaçarların altında bala. Özü sağ olaydı onun. Ya da elə onun bir dənə evladı qalıydı. Dilsuz çox dəyərli balıydı, çox. Dilsuz şəhid olandan İxtiyar qardaş bizim həmişə yanımızda oldu. Allah kömək olsun. Allah bir də bizim elə obaya müharibə göstərməsin. Gələcək körpələrimiz bir də müharibə göstərməsin. Amin inşallah. Amin inşallah. 2 gün bundan öncə də Dilsuzun döyüş yoldaşı Coşqun qardaşımızla rastlaşdıq. Coşqunun qolları üstündə Dilsuz şəhadətə qovuşubdu. Çox məlumatlar danışdı. İnşallah növbəti bir çəkilişlərdə Coşqunun da iştirakı ilə bir çəkiliş edərik. Bugün Hüseynlə, Əbülfəzlə gəldim. Dedim gəlsinlər nənələrin əllərindən öpsünlər. Gələk, bir ziyarət eləyək. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Dilsuzun dayıları, Xanoğlan, Nazir bir iki kəlmə. Şəhidlərin hamısına Dilsuzun Allah şəhidlərimizə rəhmət eləsin. Yedəri cənnət olsun. Amin inşallah. Başında baş əyir. Amin inşallah. Allah ruhunu şad eləsin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah şəhid ailələrinə səbir versin. Qazilərimizə şəfa versin. Veteran qardaşlarımızı qorusun. Amin inşallah. Məhz bax bu Dilsuz, bax bu çaydakı şəkil çəkdiribdi. Bax, böyük bir mövzu eşitdim. Ana da bəlkə də bilmir. Ana da bəlkə də bilmir. Coşqun şahidi olubdu və bir neçə döyüş yoldaşları. Növbəti çəkilişlərimizdə yəqin ki, məlumat verəcəyik. İnşallah. Allah səbrinizi versin. Allah bütün şəhidlərin ruhunu şad eləsin.